Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Heydər Əliyev prospektində ağır qəza oldu. İnsan tələfatı olmasa da qanundan heç kəs qaça bilməz. Qəza olubsa səbəbləri araşdırılacaq, lazımi tədbir görüləcək. Rəsmi olmayan məlumata görə eşitdim ki, qəza törədən sürücünün ayağında elektron qolbaq olub. Dələduzluq maddəsi ilə şərti cəza alıb. Təəssüf ki, cəmiyyətimizin bəzi insanları qəza və günah səbəbi kimi təkcə bu elektron qolbağı görür. Bəzilərinə maraqlı deyil ki, Bolt taksi şirkəti plan kimi 40 gediş qoyur, adama arendaya maşın verir, qazanılan pulun 70-80%-na Bolt şərik olur. Boltun ki, dələduzluq olmayacaq. Sürücünün sudurğa tutması, ayağının qazda qalması, ağzının əyilməsi də maraqlı deyil heç kəsə. Sürücünün xəstə övladı, xəstə həyat yoldaşı varsa və yaxud uşaqlarının təhsil puluna görə gecə-gündüz işləyib qaza törətməsi də heç kəsə maraqlı deyil. Yol ayrımına çıxanda yuxusuz halda, sudurğa tutduğu halda, xəstə affek vəziyyətdə, reski tormuz əvəzinə reski qaza basıb, ayağının qaza kilitlənməsi və divardan uçması da heç kəsə maraqlı deyil. Ümumiyyətlə, qəzanı yaradan səbəb heç kəsə maraqlı deyil. Sürücünün yazıq-yazıq oturub sınan sağ ayağını, parçalanan sol ayağını fikirləşməyib, qəzanı və yararsız hala düşən maşının aqibətini düşünməsi də heç kəsə maraqlı deyil. Onun günahsız uşaqlarının, atalarının halına göz yaşı tökmələri, bəlkə də gələcəkdə çörəksiz qalmaları, həyat yoldaşının çarəsiz lal baxışları, o yazıq sürücünün gələcək aqibəti də heç kəsə maraqlı deyil. Maraqlı olan yalnız sürücünün dələduzluqdan ayağına asılan elektron qolbaqdır. Ümumiyyətlə, günahkar nə sürücüləri istismar edən Bolt şirkəti, nə qul kimi gecə-gündüz işləmək, nə maddi ehtiyacdır. Günahkar yalnız ayaqdan asılan elektron qolbaqdır. Eləmi sizcə?